başqa bir mövzusuna. Bu da Azərbaycan Xalq Parlamentində baş verənlərdir. Mən hər halda oradan-buradan izləmək imkanım olur. Abi bəy, ona görə də sizi də və Teymur Eminbəyliyin də bu verilişə dəvət etmişdim. Mən təəssüf edirəm ki, o bu verilişdə yoxdur. Ola bilsin ki, vaxt problemi var. Beləliklə, mənim gördüklərim odur ki, yəni ciddi, belə deyək, intensiv atışmalar, qarşı durma və mən başa düşmürəm, bu sadəcə olaraq demokratiyada belə olurmu? Elə hərə öz sözünü deyir, yəni bunlar nəticə etibarilə işi təsirləndirirmi? Yaxşıya mı təsirləndirir, pisə mi təsirləndirir? Yoxsa ki, siz hesab edirsiniz ki, hansısa bir parçalanmaya aparan addımlardır? Məsələn, sizin bu barədə fikirləriniz doğrudan da dağıtmağa mı gətirə bilər, yaxud gətirir artıq? Çünki belə deyək də, indi mən açığı bir yox, bir neçə xalq parlamenti görməkdə. Əgər mən səhv edirəmsə, xahiş edirəm, düzəldin mənim səhvlərimi. Təşəkkür edirəm Sevinç xanım. Azərbaycan Xalq Parlamenti ətrafında özünüzdə müşahidə elədiyiniz kimi müəyyən bir proses yəni yaşanmaqdadır. Hər şey 15 noyabr iclasından başlandı. Əlbəttə ki, mərhələli şəkildə davam eləsək düşünürəm ki, daha effektiv olar Sevinç xanım. 15 noyabr iclasında Azərbaycan Xalq Parlamentinin İntizam Komissiyasının sədri Teymur Eminbəyliyinin başçılığı ilə bir qrup millət vəkilləri təxribat təşkil elədilər, iclasın gedişatını pozdular. Çox xoşa gəlməz bir görüntülər yaşandı. Və əlbəttə ki, iclasın texniki idarə etməsi Teymur Eminbəylinin əlində olduğuna görə ondan mikrofonları söndürmək, iclası yəni idarə olunan vəziyyətə salmaq tələb olunanda istər parlament sədri Xatirə xanım Cəbrayılova tərəfindən və yaxud da mənim müdaxiləm və yaxud digər millət vəkillərinin müraciətinə baxmayaraq, əlbəttə ki, mikrofonlar bağlanılmadı və eyni zamanda biz hamımız bilirik ki, 2, 3, 5 nəfərin danışması ilə iclas idarə oluna bilməz. Xüsusi şəkildə planlaşdırılmış bir təxribat sonradan parlament sədrinin və rəyasət heyətinin əleyhinə istifadə olundu. Buna da səbəb həmin intizam pozuntusunun və təxribatın Azərbaycan Xalq Parlamentinin nizamnamə və reglamentinə əsasən intizam tədbirlərinə və intizam cəzasına məruz qalması üçün parlament sədrinin verdiyi xüsusi qərar səbəb oldu. Əlbəttə ki, Teymur Eminbəyli və digərləri ki, o təxribatda iştirak eləmişdilər, özlərini haqlı sayırdılar və məsuliyyəti rəyasət heyətinin sədrinin üzərinə qoymaq istəyirdilər ki, sən iclası idarə etməyi bacarmadın, amma bu səhvdir, yanlışdır. Azərbaycan Xalq Parlamentinin sədri və rəyasət heyəti iclasın texniki idarə etməsini Teymur Eminbəyliyə həvalə etmişdi və ona verilən bu səlahiyyətdən o sui-istifadə edib Azərbaycan Xalq Parlamentinin əleyhinə istifadə elədi. Və cəza məsələsi ortaya gələndə, araşdırma məsələsi ortaya gələndə əlbəttə ki, təxribata üstünlük verildi, rəyasət heyəti buraxılsın və s. və l-axır. Mən indi Teymur bəydən bir ismarıc aldım. Yazır ki, Sevinç xanım, qapalı toplantıda qərar oldu ki, yeni rəyasət heyəti seçildiyi üçün və mənim heç bir vəzifəm və statusum olmadığına görə kiminləsə parlament məsələsi ilə bağlı dialoqa çıxmaq hüququm yoxdur. Yəni, yeni rəyasət heyəti seçilib, bu nə məsələdir? Yəni, bu artıq belə deyək, fövqəladə bir vəziyyətdir. Sevinç xanım, ciddi mövzuları müzakirə eləyək. Çünki dünən Azərbaycan Xalq Parlamenti rəyasət heyətinin fövqəladə toplantısı oldu və bir qərar qəbul elədik. Həmin qərar Teymur Eminbəylinin və onun ətrafında olan insanların Azərbaycan Xalq Parlamentinə qarşı təxribatına cavab olaraq aldığımız qərar idi. Son dəfə xəbərdarlıq edilirdi. Nizamnamə və reglamentlə nəzərdə tutulmadığı halda kiminsə iclas keçirməsi, orada nəsə iş görməsi, danışması, bu heç bir halda bizim müzakirə predmetimiz ola bilməz. Həmin hal özü təxribatdır və mütləq bu təxribatın özü də Azərbaycan Xalq Parlamentinin nizamnamə və reglamentinə uyğun olaraq tənzimlənəcək. Azərbaycan xalqı... Buyurun.
Yəni siz artıq neçənci dəfədir, səhv etmirəmsə 5-ci dəfədir təxribat kəlməsini işlədirsiniz. Buyurun. Yəni sizcə bu tələsik kəlmə deyilmi? Yəni hər halda qopmalar da olur, narazılığa qarşı durma da olur. Yəni mən də bəzi görüntüləri izlədim. Yəni sizcə bu tələsik deyilmi belə bir damğanı vurmaq ki, orada Təşəkkür edirəm. yaxud təxribatdırsa kimin təxribatıdır yəni sizcə? Əla, təşəkkür edirəm. Birincisi ondan başlayaq ki, 15 noyabr iclasında baş verən o iclasın pozuntusu və onun nəticəsi olaraq intizam tədbirlərinin həyata keçirilməsi birbaşa səbəb oldu ki, Teymur Eminbeyli və 9 nəfər ki, o təxribatda iştirak eləmişdi və intizam tədbirləri onlar üçün nəzərdə tutulurdu, hansı ki, xəbərdarlıq və töhmətdən ibarət idi. Onlar bunu qəbul etmədiklərinə görə həmin intizam araşdırması barəsində intizam araşdırması gedən 9 nəfərin daxil olması şərti ilə 22 nəfər növbədən kənar bir məsələnin gündəliyə salınması və iclasın çağırılması və bu məsələnin rəyasət heyətinin buraxılması məsələsi olduğunu gündəliyə gətirdilər. Bu özü iclasda müzakirə olundu. Həm onlar tərəfindən də şərait yaradıldı 15 dəqiqə ki, əsaslandırılsın və rəyasət heyətindən də hüquqşünas Ataxan bəy əsaslandırma etdi və bunun heç bir reqlamentə uyğun əsasının olmadığı, ümumiyyətlə belə bir məsələnin xüsusilə də 9 nəfər barəsində əgər araşdırma gedirsə və intizam tədbirləri nəzərdə tutulubsa, burada conflict of interests deyirlər, maraqların toqquşması. Bunun yol verilməz olduğunu və bunun da açıq-aşkar təxribat üçün bir zəmin olduğunun göstəricisi kimi dəyərləndirildi. Amma buna baxmayaraq, nəzərə alsa ki, 22 millət vəkili bu məsələyə də rəyasət heyətinin buraxılması məsələsi ilə qanunsuz olsa da biz səsə qoyduq. Biz də bilirdik ki, bu məsələni səsə qoymaq olmaz. Bu məsələ qanunsuzdur. Yəni, kimsə əlini qaldırıb, mən təklif edirəm, Abid Qafarovu asaq. Bunu birincisi müzakirə eləmək olmaz, sonra da səs verməyə qoymaq olmaz. Amma indi görün ki, biz elə bir insanlarla fəaliyyət göstərməyə məcburuq ki, onlar Abid Qafarovu asaq məsələsini gündəliyə də sala bilirlər, səs verməyi də çıxarıb, hətta səs çoxluğu ilə qəbul olunsa, məmnuniyyətlə Abid Qafarovu edam edərlər. Sevinç xanım, mən düşünürəm ki, burada məsələ maarif və bilgisizlik məsələsidir. İnsanlar nizamnamə və reglamenti bilmirlər. Ümumiyyətlə, demokratiya anlayışını düzgün idrak etməyiblər. Demokratiya qanunun aliliyidir. Onların istinad etdiyi isə demokratiya yox, axlokratiyadır. Axlokratiya nədir? Əgər demokratiyada bütün proseslər, bütün münasibətlər qanunla tənzimlənirsə, axlokratiyada toplum qanunu qoyur bir kənara və toplum öz rəyi ilə idarə etməni tətbiq eləyir. Ona görə düşünürəm ki... Aydındır. Buyurun. Abid bəy, mən başqa bir məsələni sizdən soruşacağım. Yəni, mətbuat komponenti mənə maraqlıdır. Çünki belə deyək, mən belə başa düşdüm ki, siz həm də Xalq Parlamentinin işini aparmaq üçün media strukturlardan da asılısınız, elə deyilmi? Elə deyilmi? Yəni, belə deyək, Xalq Parlamentinin özünün, deyək ki, məsələn, tutalım, Teymur Eminbəyli ilə sözünüz düz gəlmədi, o öz kanalında özünün Xalq Parlamentinin iclasını keçirə bilir. Yenə də mən bunu xarici müşahidəçi kimi deyirəm. Bu tamamilə səhv bir müşahidə də ola bilər. Yəni sadəcə olaraq hələ ki zahirdə görsənən odur, Sevinç xanım. Elədirmi? Bəli, yəni bu baxımdan məsələn deyək ki, niyə görə Xalq Parlamentinin özünün internet kanalı olmasın və belə deyək, yalnız orada yayım olmasın? Yəni sizcə bu necə kömək edə bilərmi? Çünki sabah məsəl üçün tutalım, məsələn deyirəm, hipotetik olaraq, məsələn siz Azər Freedom'da çıxırsınız, sabah Azər Freedom deyə bilər ki, Abid Qafarov asılmalı yox, nə bilim, daha yaxşı vəzifəyə getməlidir, onun üçün olmamalıdır Xalq Parlamentində. Bu deməkdir ki, siz daha bir platformanı itirəcəksiniz, elə deyilmi? Sevinç xanım, əslində müşahidələrimiz, yəni media baxımından ki, aba mediada insanların özləri təsəvvür edirlər ki, bu indi parlamenti və s. və axır. Düşünürəm ki, insanlar parlament məfhumunu efirdə çıxıb danışmaqla səhv salırlar. Parlament keyfiyyətli müzakirələrin yeridir,
qərar layihələrin qəbul olunması, məruzələrin, araşdırmaların, parlament o deyil Yəni ki, mən gəlmişəm bura, mənə söz verginən, bizim kəndimizdə problem var, onu deyək. Əlbəttə, bu məsələlər də müzakirə olunmalıdır. Amma əgər 60 nəfər iclasda yer alırsa, hərəsinə 2 dəqiqə söz versək, bu 2 saat vaxt deməkdir. 3 dəqiqə vaxt versək, 3 saat deməkdir. Amma nə millət vəkillərinin sayı 60 deyil, çoxdur. 100 nəfərdir, 98 nəfərdir. Həmçinin də insanlar 2-3 dəqiqə ilə də danışmağa kifayətlənmirlər. Dəfələrlə müraciət eləsəm də ki, danışmaq üçün müraciət eləyin Azər Freedom efirinə, Aba Media efirinə, Xural TV-yə çıxın, o efirlərdə danışın, problemləri gündəmə gətirin. Parlamentdə isə çalışır problemləri həll edək. Qərar layihələri ilə, qətnamələrlə, bəyanatlarla, bəli, biz bu sənədləri üzərində işləyirik, qəbul edirik. Həmin qərar layihələrini, qətnamələri istehsal edirik, belə demək mümkünsə, və müvafiq ünvanlara da göndəririk. Bunların arasında BMT də var, AŞPA da var, ATƏT də var və həmçinin də Azərbaycanın daxilində olan dövlət strukturları. Məsəl üçün, İmişlidə olan avtoqəza ilə əlaqədar müraciətimizi Daxili İşlər Nazirliyinə və yaxud da Heydər Əliyev Fondu haqqında bizim araşdırmamız oldu, qətnaməmiz qəbul olundu və bu barədə də bütün hüquqi sənədlərlə birlikdə həm prezident aparatına, həm də baş prokurorluğuna müraciəti göndərdik. Biz bilirik, hörmətli izləyicilər, nə prezident aparatı, nə baş prokurorluq bunu icraata götürməyəcək. Amma biz öz vəzifəmizi həm xalqın, həm də tarixin qarşısında icra etməliyik. Ona görə düşünürəm ki, insanlar parlament məfhumunu biraz düzgün anlamadığına görə bunu efirlə səhv salırlar. Əlbəttə, kim istəsə gedib 20 nəfər, 30 nəfər Aba Medianın efirində toplaşıb 80-100 nəfər üçün orada öz məhəllələrində, kəndlərində baş verən hadisələri, problemləri danışa bilərlər. Amma bu fəaliyyət heç bir halda, təkrar edirəm, heç bir halda Azərbaycan Xalq Parlamentinə inteqrasiya olunmayacaq. Yenə də deyirəm, hal-hazırdakı vəziyyət nizamnamə və reqlamentlə nəzərdə tutulan aydındır. Abi bəy, bir şey qərarımızı həm xalqa, həm də millət vəkillərinə biz kommunikasiya edəcək. Əlimizdə bütün kanallar var. Hələlik. Buyurun. Abi bəy, bilirsiniz, yəni mənə maraqlı gələn nədir? Məsələn, sizin də dediyiniz kimi belə deyək də, bu bir təşəbbüsdür, ictimai bir təşəbbüsdür Xalq Parlamenti və biz orada qızğın diskussiya, debatlar getdiyini görürük. Bəzən dava vəziyyətinə çatır, bir-birinə söz atmaq səviyyəsinə çatır və s. Yəni, çox maraqlıdır bütün bunları izləmək. Digər tərəfdən biz xalqdan güya mandat almış Milli Məclisi görürük. Orada büdcə müzakirə olunur, çox milyardlı bir büdcə. Bunlar artıq bir oxunuşda qəbul etdilər, 2 oxunuşda, 3-cü oxunuşda bilmirəm, bugün qəbul etdilər, etmədilər. Yəni, o qədər onların müzakirə edəcəyi mövzu olmalıdır ki, o qədər talih yüklü məsələlərdir ki, və heç bir belə deyək də müzakirədə istəmirlər, bir-birlərindən razıdırlar da, padroka kimi gəlib, padroka kimi gedirlər də, heç kəs bir-birinə vuruşmur və s. Nədir bu sizə? Birincisi o deyir ki, əgər bir yerdə bir hadisə yoxdursa, bir səs-küy yoxdursa, deməli orada iş yoxdur. Yəni Milli Məclisdə iş yoxdur. Burası aydın. İndi gəlin baxaq görək Xalq Parlamentində iş var, yoxsa yox. Bilirsiniz necədir Sevinç xanım? Dəfələrlə biz çalışdıq ki, parlamentin iclasında çıxışların keyfiyyəti artsın. Buna görə də millət vəkillərinə müraciət elədik ki, yazılarınızı, çıxışlarınızı yazılı şəkildə hazırlayın. Əvvəlcədən hazırlıq eləyin, çıxanda üzündən oxuyun. Burada problem yoxdur. BMT-də, AŞPA-da, ATƏT-də, mən özüm də çıxış eləyəndə üzündən oxumuşam. Digər Avropa ölkələrinin deputatları və hətta fraksiya rəhbərləri belə AŞPA-da çıxışlarını oxuyurlar. Burada heç bir qəbahət yoxdur. Amma görsənən budur ki, insanlar əziyyət çəkmək istəmirlər. İş görmək istəmirlər. Onlar deyirlər ki, mən ancaq danışmaq istəyirəm. Mənim hüququm, məni xalq seçib qışqırırlar. Sual verirəm ki, yaxşı, deyirsən məni xalq seçib. Bəs məni xalq seçməyib. Sənin misal üçün 500 nəfər səs veribsə, seçibsə o, xalqdır, bəli, xalq seçib səni. Axı mənə də 8225, 21 seçici səs verib.
O necə ola bilər ki, sən fikirləşirsən, səni xalq seçib, amma məni yox. Düşünürəm ki, bu standartların yüksəlməsi üçün hər bir millət vəkili özünü məsuliyyətdə aparmalıdır. Keçən iclasda Ataxan bəy Əbilovun bu çox qeyri-adi bir situasiya yarandı ki, İran vətəndaşının təklif etdiyi layihə Azərbaycan Xalq Parlamentinin gündəliyinə salınsınmı, salınmasınmı? Qarşı tərəf cavab verdi ki, salınsın. Və o da belə bir reaksiya verdi ki, dostlar, gəlin ciddi olaq. Mən də buradan bir daha təkrarlayıram. Dostlar, gəlin ciddi olaq. Hər kəs bacardığı işlə məşğul olsun. Ancaq danışmaqdırsa, çıxın efirlərdə danışın. Parlament sənədlərin qəbul olunan yeri, iş görülən yer, araşdırma. Niyə incidirsiniz? Niyə əziyyət verir? Biz istəyirik işi qabağa aparıq. 3 həftədir, 4 həftədir. Ay qoyma, növbədən kənar, ay qoyma. Ay rəyasət heyəti buraxıldı. Ay parlament. Teymur Eminbəylinin siyasət anlayışı budur. Girib Xalq Parlamentinin divarları içinə orada 10, 15, 20 nəfərlə özünü güc hesab edir və xalqı nəzərə almır. Mən isə xalqın qarşısında məsuliyyətliyəm. Sabah Xalq Parlamentinə nəsə bir şey olsa, Azərbaycan xalqı nə Teymur Eminbeylidən söz soruşacaq, sual verəcək, nə Qurban Məmmədlidən, nə də digərindən. Birinci mənim yaxamdan yapışacaq. Niyə? Çünki təşəbbüsün ilk saatından, ilk dəqiqələrindən bu işin önündə olmuşam. İşin çox hissəsini xalqın gözünün qarşısında mən icra eləmişəm. Xalq gəlib səs vermədə iştirak edib, etimad göstərib, 11 minə yaxın seçicinin 8200-ü Abid Qafarova səs verib, 76%-dən yuxarıdır. Bunu mən əlimdə hansısa argumentasiya eləyib qanunsuzluğu əsaslandırmaq üçün istifadə eləmirəm. Mən mənəvi tərəfini izah edirəm. Xalq ilk Abid Qafarova sual verəcək. Ona görə mən məsuliyyəti öz üzərimdən ata bilmərəm. Baxmayaraq ki, sağlamlıq problemim, söhbət fizioloji gedir. Çox təəssüf ki, Teymur Eminbeyli bəzi millət vəkillərini çıxarıb efirində mənim şəxsiyyətimə hədəf alır, təhqirlər həyata keçirilir. Parlamentin icrasında da həm şəxsimə qarşı, həm parlamentdə, həm də xalqa qarşı təhqir ifadələri işləndi. Çox təəssüf eləyirəm. Bunun parlament mədəniyyəti ilə heç bir əlaqəsi yoxdur. Bəli, mən istəyərdim. Uşaq pulu haqqında bir məruzə ilə çıxış elədim və təklif elədim ki, uşaq pulu üçün qanun layihəsi yazılsın. Bu baş verdi 15 noyabr iclasında. İndi Abid Qafarov bu layihənin təşəbbüskarı kimi qollarını çirmalayıb, başını aşağı salıb, digər hüquqşünaslarla uşaq pulu haqqında qanun layihəsi yazıb, qəbul edib xalqa təqdim eləməlidir ki, bax, bu sənin hakimiyyətin, bu da sənin ziyalıların. Biz oturmuşuq, səskü ilə, pot-potu ilə məşğuluq. Çünki Teymur Eminbeylinin siyasət anlayışı budur. Saxta səs verməklə, rəy sorğusu ilə, küy yaratmaqla, İran vətəndaşını öz komandasına daxil eləməklə, təhqir ritorikasından istifadə olunmaqla buradan xəbərdarlıq edirəm. Həm Teymur Eminbeyliyə, həm də bütün milli müqavimət hərəkatına. Siz bu təhqir ritorikasından istifadə etdikcə hakimiyyətin istəyinə nail olursunuz. Təşkilat olaraq hörmətdən düşürsünüz. Axı siz istəmirsiniz ki, sizin təşkilat təhqir, söyüş ritorikasından danışan təşkilat kimi tanınsın. Və iclasda sizin hərəkatın üzvü təhqir ritorikası ilə danışır, küçə söyüşləri ilə parlament və xalq təhqir olunur və təəssüf ki, iclas ərzində aranızdan bir insan məsuliyyəti üzərinə götürüb, nə parlamentdən, nə də Azərbaycan xalqından üzr istəmədi. Amma mən təhqir olunmuşdum, zərər çəkmiş idim, rəissiyyət heyətinin üzvü kimi məsuliyyəti üzərimə götürdüm, parlamentdən və xalqdan üzr istədim. Xalq bu iki əxlaqi yanaşmanı görür və əxlaq tərəzisində çəkir. Mən istəyərdim ki, hər kəs dayandığı cərgəyə yaxşı baxsın. Buyurun, Sevinç xanım. Abi bəy, hər halda mən istəməzdim ki, bu söhbət bir tərəfli olsun. Ona görə də mən də istəməzdim. Hər iki tərəfi dəvət etmək idi. Mən təəssüf edirəm ki, adını dəfələrlə çəkdiyiniz şəxs iştirak etmədi. Hər halda mən bir jurnalist kimi hər iki tərəfin mövqeyini eşitməliyəm. Amma bilirsiniz, eşitməsəm də mənim bildiyim başqa bir həqiqət var. Mən o mübahisəyə girmək istəmirəm. Mənim bildiyim başqa bir istək var. Heç həqiqət yox, istək var. O da nə ibarətdir ki, hər halda xalq parlamenti öz
sözünü onun öz üzvləri ilə bərabər hakimiyyətə də çatdıra bilsin. Yəni belə deyək də, yəni bu onunla bir dialoq olsun, onun hərəkətlərinə cavab olsun. Mənə elə gəlir ki, bunu unutmaq lazım deyil. Hər halda siz istəsəz də, istəməsəz də bu təşəbbüsə məhz kölgə parlamenti kimi baxanlar var. Şəxsən mənə bu çox maraqlıdır. Sevinç xanım, Demokratik siz o ölkələrdə də səviyyəni belə şey var. görməmisiniz. Bəli. Siz o səviyyəni görməmisiniz. Mən təəssüf eləyirəm. Madam ki, əgər artıq Azərbaycan xalqının gözündə həmin təşkilatının bəzi üzvləri ictimai qaydada təhqir ritorikasından istifadə eləyirlərsə, o məclisin adını parlament qoyub, parlament məfhumundan cəmaatı iyrəndirmək olmaz. Hakimiyyət də məhz bunu istəyir. Milli Şura terminindən, məfhumundan iyrənəsən. Bundan sonra 50 il Milli Şura adında başqa bir sadəcə qurula bilməyəcək. Çünki niyə? Artıq hörmətdən saldılar. Digər şeylər olsun, Azərbaycan Xalq Hərəkatı olsun. Məqsəd bu ideyaları xalqda iyrəndirməkdir, çəkindirməkdir ki, bir araya gələ bilməsinlər. Buyurun, əgər Milli Şuranın adına bu şamil olunmazsa, Milli Şuranın üzvlərindən də üzr istəyirəm. Buyurun Sevinç xanım. Yəni çalışırlar hörmətdən salsınlar, nüfuzdan salsınlar. Milli Şuranın əlaqəsini başa düşmədim. Yox, yəni deməyim odur ki, bütün təşkilatları çalışırlar bu cür palçıq atmaqla, təhqir ritorikasına, qeyri-peşəkar müzakirələrə çəkməklə çalışırlar ki, insanlarda bu təşkilatlara qarşı inamsızlıq, iyrənsinlər, siyasi stagnasiyaya nail olmaq istəyirlər, durğunluq yaransın, insanlar heç kimə etimad göstərməsin. Ona görə düşünürəm ki, o yığıncağın adına parlament adını qoyub, parlament məfhumunu alçaltmaq olmaz. Başa düşdüm. Nəsə mənim qulağıma Milli Şura ifadəsi gəldi, ona görə. Sadəcə misal çəkdim Sevinç xanım. Aydındır. Təşəkkür edirəm sizə Abid bəy, minnətdaram. Abid bəy Qafarov. Mən təşəkkür edirəm. Buyurun Sevinç xanım. Bir daha. Sağ olun, hələlik. Sağ olun.